Yey! Necəsiz? Öz açılışımı eləyəmirəm çünki yoldayam. Bugün ana ilə yenilik vlogunun ikincisini çəkirik. Heyo bebeğe. Necəsiz? Niyə bu qədər gözəlsiniz xanım? Çünki bebeğe ilə görüşdüm. İndi gəzirik. İndi bir dənə marketə geyəcəyik. Bu arada sizə çox gözəl. Hələ deyirəm dərzini görüşdüm. Birinci dərziyə gedirik. Bu arada sizə bir dənə gözəl xəbərim var. Motosiklet vurmuşdu mənə. Sizə bir dənə gözəl xəbərim var. Yəni ən xoşbəxt olduğunuz xəbər olacaq da. Təxminən spoiler vermək istəmirəm. Təxminən 2 gündən sonra çox gözəl bir vlog gələcək. Daha doğrusu vlog yox, vloglar gələcək. Yəni nə olacaq ana? Kubaya dediler. Onu demirdi. Onu demirdi. Bizden gitmedi. Onu demirdi. Onu necə oyacaq? Onu demirdim. Deyəcəkdim ki, çox qəşəng olacaq. Kubaya de mən də sizi qalmışam. Kim edib ki, yerdə siz satamam. Şəhərə dönəm. Çox gözəl bir vlog gələcək. Getsə əgər, inşallah problem olmasa, bir tərsliyi çıxmasa, inşallah çox gözəl bir vlog gələcək. Hamınızı öpürəm, hələlik sağ olun. Biz gedək dərzi tapaq. Ananın nəyini veririk? Dərzi. Ananın şalvarını veririk dərzi. Ananın şalvarını tiksin dərzi. Sonra da gedək biraz gəzək görə nələr alırıq. Bay bay. İndi çıxdıq dərzidən. Dərzidə şalvarımın ayağını kəsdim. Ya. Mən biraz boyun balacadır. Şalvarlar alıram, ayaqları uzun olur. Dərzinin elədiyi şeyi çəkməyə çalışdım. Dərzi elə bildi, onu çəkirəm. Dedim səni çəkmirəm, narahat olma. Dedi, narahat olma, çək. Qəlbə bir şey değildi də, belə gizlənən değildi. Deyildi, mənə reklam edib, mənə reklam edib. Hə. Bizi tanıdı, ailəni tanıdı. Bəli. Bir mənə reklam edib. Nəysə, indi çıxdıq, gəzirik, bir mağazinlərə da dəyəcəyik, baxaq görə nə aldırıram anaya. Heç nə. Şeydir, təzə bir yer tapdıq burada, təzə açılıb deyəsən. Giririk, baxaq görə nə yeridir o. Geyim yerinə oxşamır, o netdir. Nəsə aksesuar falan var. Baxaq. Siz xanım, nə ayırsınız? Mən broşka götürdüm. Hələ. Deməli biz indi çıxdıq. Qəşəng yer idi, pis değildi. Nə aldıq? Əslində hər şeyi almışam deyə, bir dənə şey elə belə prosta girmişdim baxmağa deyə, boş çıxmayım. Bir də makyaj silən pambıqlardan götürdüm. Bir də saç özümə bandı. zajım götürdüm. Zajım. Belə hər şey var idi, aksesuarlar da var idi. Kikolar, rodlar zat var idi, Aklas idi təbii ki də. Alacaq idim əslində, amma məndə həm var, həm Kiko var, həm də rod var. Burada biraz yoldu deyə səsküydü. Həm Aklas idi, məndə orijinalları da, həm də ki məndə var idi. Ona görə almadım. Tort ləvazimatları satan yer var, oraya giririk, ana keksat alsın. Keksat deyirəm, keks ləvazimatları falan alsın. İndi mağazindəyik, bir şeylər aldıq. Onları da evə gedəndə göstərərəm sizə. Nə alırsınız xanım? Nə alırsınız? Özümdən xiyar. Nə alırsınız? Nə alırsınız? Sənin xiyar yəni. Traks götürdüm, əriyli çay axtarıram. Əriyli çay yoxdur. Anaya deyəcəm. Əriyli yoxdur, limonlu var, ananaslı var, bir də qırmızı gilaslı var. Almam? Hə. Tamam. Almala baxacağım indi. Hə, almalı var. Bizim halımıza baxın. Çox alışveriş eləməyin
Pistiyonu da budur da yəni. Yəni arada biraz sorğuluyuram ki, görəsən hamı belədir, yoxsa bir dəfə biz beləyik. Biz hələ evdə 2 nəfərik. Bu bizim etdiyimiz bazarlıq, yəni necə deyim, yarı faizidir də. Bu elə belə bizim gördüyümüz şeylərin aldığımız şeylər. Biz aşağı düşmüşdük ki, açılan yeni yerlərə gedək, parfümeriyalar gəzək. Bu elə belə bizim gündəlik aldığımız şeylərin yanında bir heç nədir. Bir də xahiş edirəm yorumlara hamı yazsın. Siz də beləsiniz, yoxsa bir də biz beləyik. İndi bunların açılışını eləyəcəm sizə. Zaten görürsünüz, təpəm boyda burada şeylər var. Ay, ağırdılar, götürəm mən. Belə bir şey aldı. Bu kek üçündür. Belə heç sınamamışıq bundan. İndi dedi birdən yapışar falan. Ona görə bir dənə aldıq. Olduğu şəkildədir. Çox gözəldir. Qiyməti 1 manat 50 qəpikdir. İndi bunu sınayacağıq. Sizə də yəqin yorumlarda falan xəbər eləyərəm. Gözəldir. Sınayarıq. Sonra oradan ötürərsən də mən. Tamam. Mən tapacağam mənə. Sonra bir dənə belə fərqli şeylər aldıq. Bunu mən seçdim, qalanlarını ana seçdi. Onlar keçən dəfə almışdım bir qiymətlərini bilirdim, indi bilmədim. İndi o şeylər. Hə, indi promo elə aldıq. Biz çox belə qiymətlərə baxan deyilik. Heç vaxt qiymətlərinə baxmıram. Hə, qiymətlərə baxmıram. Bunu Aylin götürmüşdü deyə. Hə, üstündə də indi yazılıydı. Üstündə yazılıdı. Ona görə oradan bildim. Bunlar məncə çox gözəldir. Kek sərtində də ana bunları bişirir. Çox gözəldir. Baxın belə rozludur. Yaşlıdır. Bu yaşlı mən seçdim. Daha sonra mavidir. Bu mavidən keçən dəfə almışdıq. Çox gözəl idi. Yəni çox belə ikon görsənirdi. Bir də belə bu da çox gözəldir. Bu biraz daha yeni ilə oxşadı. Hə, nəysə bunlar çox gözəldir. Bunları qoyuruq qırağa. Təzə olar. Onlar belə ayrı-ayrı satılır. Bu deyəsən hamısı bir yerdə 40 qəpik ya da 50, 30 qəpik, 40 qəpik olmalıdır. Elə olur, hə. Belə satılır. Yox, belə satılır. Elə ayrı-ayrı bir dənə götürürsən belə. Da ədədlə seçib qoymursan. Elə belə götürsən desə 10 dənədir. Ya 10 dənə olmaz, çoxdan o. Ya bilmirəm. Desə 10 dənədir məncə. Məncə ondan çox. Hə, bəlkə də. Ver, oradan bu tərəfə ötür. Tamam. Sonra bir dənə bu kakaodur. Hə, bir dənə belə çox kakao aldıq. Bu da 1,40 tutub. Kakao da ana qatırda, yəni kekslər özədə. Sonra bunu mən götürdüm. Popcorn. Bu da 1,24 olub. Popcorn yiyərəm birazdan. Kinoya da baxa-baxa. Bugün kinomuz var ana. Hə, bugün var. Nə kinomuz var? Bugün aynadakı yabancı. Onda deyəsən final elərdilər də. Aynadakı yabancıya baxa-baxa yiyərəm bunu. Da indi aynadakı yabancı olmasa başqa şeylərə baxa-baxa yiyərəm. Sonra bunu heç bilmirdim. Ana aş götürübmüş. Aş götürməmişəm, düyüdür. Hə, düyü götürübmüş ana. Ana düyü götürübmüş. Bu da 4 manat tutub. 4 manat. Yəni ilk dəfə də ondan alıram. Mən düz tamaşalı. Hə, məsləhət gördülər. Da Oğlan çox məsləhət götürdü. Belə şeydir. Adı nədir? Hindistan düyüsü. Sonra mənim ən sevdiyim şeylərdən biri olan qırmızı lobyanı aldıq. Ana qırmızı lobya supu bişirəcək. Qırmızı lobya supu mənim ev yeməklərindən olaraq ən sevdiyim yeməkdir. Yəni çox dadlıdır. Daha sonra qreçka götürdü. Biz normalda evə qreçka çox nadirən alırıq. Amma yəqin ki ananın ürəyi istəyib bugün aldı. Yox, ucuz idi, xoşum gəlir. Hə, ucuz, hə, durdu ucuz. Marketlərdə baha olur. Mən bunu şeydən aldım. Nəydi ora? Tort ləvazımatı. Tort ləvazımatı zaten çəkmişəm oranı. Hə, tort ləvazımatı. 90 qəpiyə də oradan ucuzuymuş, yaxşıdır. Dedim, hələ qardaşa aldım. Qırmızı lobya neçəyə demədim. Qırmızı lobya 2.60. 2.60. Aa, bir dənə də aç. O qırmızı düyüdür, bu uzun düyüdür. O suplara zədə vurulur, bu amma aşırı. Hə, bu yumru düyüdür. Hə, bu da 2 manatıymış. Bunları ancaq hələ marketdən əlavə bunları almışıq. Yəni tort ləvazımatları yerinə. Bir dənə belə damla şokolad aldıq çox. Bu da 4 manat 10 qəpik. İndi opşi qiyməti deyim, nə qədər tutub? Opşi qiyməti deyim. Bununla oradan aldığımız. Şu tort ləvazımatlarından aldıq. Dayan, bu marka ağdan qatdalayım. Gözlüyün şafar. Baxın. Cəmi 19 manat 70 qəpik. Yəni dəyərmi? Səncə dəyər bu qədər şeyə? Damla şokoladı o qədər bilməzdim. Kilolu. Amma yəni azdır, qiymət çox oldu. Bilmədim niyə. Çünki mən ona dedim ki, mənə tüm damla yox, südlü karameldir. Onlar da baha olur. O da normaldır. Tamam.
19.70 top ləvazimatları yerində gedir. İndi keçdik mağazin Ana şeylərinə. qoyma, pilotlar qıracaq. Tamam, atdım yerə. Aha. Çoxdan bilirəm səsiniz, indi başınız gedib orada. Çünki kamerada çox. Hə, o zaman səsini Ailəm çoxaldıram. çox şey. Çoxaldı. Çay almışıq, reklam olmasın deyə onu göstərmirəm. Kraks aldım. Yəni çox nadirən kraks yeyən bir insanam. Hətta 2 ildir falan mən kraks yemirəm. Çünki çox xoşum gəlmir. Amma bugün canım çəkdiyi üçün aldım. Hətta indi yeyəcəm. Deyəsən mağazində acmışdım. Gördüyüm hər şeyi ürəyim istəyirdi. Hə, çox insan. Çünki sizdə keçdəfədə yemişsiniz, ailəm bu çəkilişə qədər heç nə yemir, yuxudan duranlar. Xiyar almışıq. Yəni Çünki ana zaten xiyar seçimdə ananı gördü. Xiyar almışıq. Mağazin şeylərinin qiymətlərini demirəm. Zaten qoyma, aynen. Tamam, yadımdan çıxdı. Zaten mağazin şeylərin qiymətlərindən bilirsiniz. Ona görə mağazin şeylərinin qiymətlərini deməyəcəm. Bu bananı ana nə zorla aldı. Yəni banan mən bu hərdən nifrət elədiyim meyvədir və zorla aldı ana bunu. Neçə dənədir? 6 dənədir. Elə frama götürdün ha? Hə, elə qoyma. Bunu da Mən qoydum. qiymətini heç bilmədim. 3.86. Nə yaxşı dedi. Uşaqlar həmişə deyir, istəmirəm alma. Amma günə 6 dənə banan yeyir. Marketdə də dayanan toplam ya da ən axırda deyərəm bunu qoyun bura. Sonra kök aldıq. Kök həm canım çox çəkdi. Həm də ki qırmızı lobya supu bişirəcəyəm. Yəni dadlı olur onun buranda. Onu da qoyduq bura. Sonra nar. Nar da ki 4 dənə almışıq. Yeyərik, pis deyil. Ana bu yaya çox qarışdı. Biraz arxaya doğru atıram. Soğan, kartof zad var burada. Onları da göstərirəm. Soğan, kartof keçdi öbürsü pilota. Öbürsü pilotda da turşu. Turşunu da canım çox çəkdi orada olanda. İyi də çox gözəl. Pişirəcəm. Nə? Sabah aş pişirəcəm. Yox, qırmızı lobya supu çox pişir. 9 bilgəysə. Hə, bu lobya süp eləyəm. Yox, indi elə lobya supunu. Bu süpünü də eləyəm. Tamam. Sonra bir dənə yumurta aldıq. Bu yumurtaya görə ana çoxdan ladım. Dedim sarı yumurtamsan falan. Biz çünki normalde ağ yumurta yeyirik. Amma niyə bundan aldın? Çünki ağ yumurta çox xırdaydı. Bir də sarı yumurtanı mən xoşlayıram. Amma mən xoşlanmıram. Nəysə, eybi yox. Mən zaten yumurta xoşlayan bir insan Bir də deyiləm. pesok da, yəni onu göstərməyə ehtiyac yoxdur. Normalda bahalı şey deyil, hamının evində var. Bəli. Mən normalde o yumurtaya nifrət edən bir insanam. Bizimdən də xoşlanmıram. Mən şirniyyatlar üçün yumurta. Bəli, amma yəni sarı yumurtadan vapşe nifrət eləyirəm. Daha sonra Arada yadımdan çıxan şey... buradaydı o pesok. Hə. Tamam. Yadımdan çıxan şey oldu. Yağlı kağız alacaqdım, yadımdan çıxdı. Doğruda. O alacaqdım. Bir de şey almıştık. Onlar hani Nə? tokazad almıştık. Onu koydum yerinə. Belə bir toka aldı. Bir de belə bir şey aldık. Bunu da elə belə aldık. Çünkü yani girmişdi. Təzə açılmışdı. Yəqin ki, bu da yerlə şeyi göstərməzdir də kartonu. Yox. Əsas budur uşaqlar, ədəbi. Bəli. Amma opsi qiymət deyəcəm. Tamam deyərəm. Əlimiz yəni girmişkən əlimiz boş çıxmaq istəmədi. Ona görə 2 dənə belə bir şey götürdük. Bu qədər idi. Ana sən adını Yenə soyadı dolu gəlib boş gedir, uşaqlar zibilə gedir. Kimsə eləyib, bu eləyib. Oğlunu tapdım, uşaqlar budur. Hamınızı öpürəm. Sağ olun. Bay bay. Dayan. Zəhima! Niyə qışqırır? O birisi setka qaldı. O birisi setkada geyirəm. Abur cuburlarımı boşaldıram. Onları da göstərirəm. Sizə gözləyin gəlirəm.